Hər şey bunun qırılmaqla başlayır. Zarafat bir yana, bu bir dırnaq vloqudur və xoş gəlmisiniz vloquma. Burada ümumi lookumu çəkirəm. Düzgün manzaranın qusuruna baxmayın qızlar. O qədər Adəm vlog dediniz və gəldim. Bəli, burada çıxıram, minirəm maşına. Yolda özüm çəkirəm çünki günəş çox qəşəng idi. Bu arada saçıma heç bir fen falan vurmamışam və çox qəşəng havalı buruqlar əldə eləmişəm. Burada dırnaqlarımı sökürük və burada fresh halını görsünüz. Çox balaca dəllərim və tipsimizi taxırıq. Bu dırnaqlar başqa necə istifadə onlar deməyin. Bu cür istifadə edə bilərik. Və tədam. Təbii bu proses tez əmələ gəlmədi. Günorta girib axşam çıxdığımı xatırlayıram. Və belə frensimizi hazırladıq və aparata qoyuruq quruyur. Bu cür sadə halını da sevdim. Sadəcə mən üstünə mirvari tozu əşləməyi sevirəm. Amma mirvari tozu olmadığına görə səhər-səhər dəstən çıxıb tez gəlirəm. Burada mirvari tozlu halını görürsünüz və çox sevinirəm. Dəhşət xoşuma gəlib. Düzdür, biraz yordu bu dırnaqlar məni, amma ki əsas odur ki, istədiyim kimi oldu. Bu da mənim ilk səsləndirmə vloqum idi. İzlədiyiniz üçün təşəkkür edirəm.